Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib. Təbrikdə deyilir: Hörmətli həmvətənlər, sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir. Hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycanda 100 illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban, dostluq və qardaşlığa əsaslanan milli mənəvi həmrəylik mühiti hökm sürür. Cəmiyyətimizdə yüksək birgə yaşayış mədəniyyətinin, mənəvi əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir. Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bugün hər kəs mədəni özünü ifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik mədəni özünə məxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hər tərəfli demokratik hüquqi şərait yaradılmışdı. Tədbirə layiq haldır ki, xristian həmvətənlərimiz ictimai, siyasi, sosial mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir. Ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər. Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram. Ailələrinizə səadət, süfrələrinizə bol ruzi bərəkət arzulayıram. Bayramınız mübarək olsun.